İndi 2024 qəbulunun dinləməsini edirik. Hər kəs dinləməni diqqətlə oxusun. Bir dəqiqəyə səsləndirəcəm. Salam müəllimə. Salam Fərid, dinləmə ekrandadır. Mövzuba səsləndirim, tez nəzər yetir. Aha, aydındır. Uşaqlar, dinləmə asan gələ bilər, amma suallara diqqətlə baxın. Sualların mənalarını başa düşməlisiniz. Məsələn, Brian was unaware of Andy's problems as he was on holiday. Xəbərdar deyildi Andy'nin problemlərindən, çünki tətildə idi. Convenient nə deməkdir? Bu sözün mənasını bilməlisiniz. Nə deməkdir convenient? Rahat. Bəli, rahat, uyğun. Reasonable, unreasonable. Reasonable. Bu söz keçən dəfəki qəbulda var. Düzdür. O mənası var. Məntiqli, dərrakəli, ağıllı, fair, reasonable, practical xatırlayırsınızsa yəqin. Amma bir də əlverişli mənası var. Uyğun, daha doğrusu uyğun. Uyğundur. Unreasonable, uyğunsuz. Uyğun deyil yəni. Səsləndireyim? Yoxsa baxırsınız diqqətlə baxın ya da. Uşaqlar, başladıram. Deməli, görün səs gəlir. Anyway, it wasn't new. Gəldi səs. Uh-huh. Başlatdım. Oh, how nice to meet you here, Brian. Andy, I haven't seen you for ages. Where have you been these days? Were you on holiday? Don't ask me. I was so busy. Lots of things have happened. I have had an accident and damaged my car. Anyway, it wasn't new. So I have decided to sell it without fixing, and I started looking for a new one. Oh no, really? I can't believe it. Why haven't you said it to me? Are you still in search of it? No worries. Bad days are over. Yeah, it took me some weeks, but at last
I've made my choice and I'm going to buy a new car. It's over there. Have a look. Yes, it's really a good car. My brother bought such a car last year. It's very comfortable. Do you want to take it to a mechanic for checking it out? I did it yesterday. That's good. Have you discussed the price with the seller? Yes, I think we have agreed. The price is okay for me. And how are you going to pay? My parents are going to help me. That's good. Would you like me to come with you and drive your car home? That would be a great help. Glad to be helpful. I can't wait to drive your new car. Əslində görsəz dinləmə çox aydındır, anlaşıqlıdır. Prosta suallara diqqətli olun. Aha, məndən baxaq sualları, sonra o birini qoşarsan. Yox, davula qoşmuram, baxın, təhlil edin. Mən ekranda başqa bir PDF-in üstündə işləyirəm. O sizə yazdıqlarım görünmür sizdə ekranda. Yox, görünmür. Tamam. Götürə bilərsən onu. Qoşuram indi bir sual. Nerede baxdınız? Bəli, müəllimə. Oh, how nice to meet you here, Brian. Andy, I haven't seen you for ages. Where have you been these days? Were you on holiday? Don't ask me. I was so busy. Lots of things have happened. I have had an accident and damaged my car. Anyway, it wasn't new. So I have decided to sell it without fixing, and I started looking for a new one. Oh no, really? I can't believe it. Why haven't you said it to me? Are you still in search of it? No worries. Bad days are over. Yeah, it took me some weeks, but at last I've made my choice and I'm going to buy a new car. It's over there. Have a look. Yes, it's really a good car. My brother bought such a car last year. It's very comfortable. Do you want to take it to a mechanic for checking it out? I did it yesterday. That's good. Have you discussed the price with the seller? Yes, I think we have agreed. The price is okay for me.
And how are you going to pay? My parents are going to help me. That's good. Would you like me to come with you and drive your car home? That would be a great help. Glad to be helpful. I can't wait to drive your new car. Yoxlayaq müəllimə. Aha. Yazdı hər kəs. Yazdım müəllimə. Ekrana verirəm indi uşaqlar. Deməli, hə, 1Y, 2S, 3D, 4D, 5B. İndi axıra qədər deyirəm, yoxlayın. 6.1B, 2B, 3A, 4A, 7A, 8B, 9D, 10, 1, 2. 11.1B, 2A, 3A, 4, 4B. 12Y, 13S, 14D, 15, 2, 5, 16Y, 17D, 18A, 19S, 20S. Neçə düzünüz oldu bundan uşaqlar ümumi? Deyin görüm. Kimin neçə düz oldu? Kimlər yazmışdım? Dinləməklə bərabər. Xahiş edirəm tez-tez deyin, dərsin vaxtı getməsin. 17 doğru. Sonra Fərdə səndə Mən müəllim axıra kimi işləməmişəm düzün desəm. Bir Ona də- görə deyə bilmirəm. bir dənə qəbulumuz var idi. Mən gördünüz yazmışdım ki, indi nəzərə yetirdim. Gördüm ki, eyniymiş bu. İşlədiyimiz qəbul idi də digəri. Niyə axıra qədər bir dənə test idi? 15 sual. Ayşə sən yazmamışdın? Ayşəm. Yazmışam müəllim. Sadəcə səhvlərim var, çoxdur. Dedə neçə düz? Tam saymadım, amma səhvlərim çoxdur. Sayıb yazaram sizə şəxsiyə. Yaxşı. Yaxşı deyin suallarınızı ardadım. 4-də var məndə. Bir. Mənim dinləmə bir düz var. Andy and 5. Brian, yaxşı qulaq as, misal deyirəm. Andy and Brian couldn't meet. Andy və Brian görüşə bilmədilər. Orada ən başda deyir ki, yəni haralardaydım falan. Biz uzun müddətli görüşmürük. Orada qız da deyir ki, I have an accident and damaged my car. Damage nədir uşaqlar? Uşaqlar, Ziyan. Ziyan. zərər Zərər. vurmaq. Accident isə have an accident. Qəza. Qəza baş verdi, bəli. I have an accident and damaged my car. Qəza baş verdi, hadisə baş verdi və mən maşınıma zərər dəydi də. It wasn't new, yeni deyil idi. So I decided to sell it and buy a new one. Satmağı qərar aldım və yeni birini
Ona görə satmağa qərar aldım və yeni birini aldım. Və it took me some weeks deyir və bir neçə həftəmi apardı. Deməli orada bir çoxunuz düşünə bilərsiniz ki, car accident maşını ilə bağlıdır ki, bəziləri crash yaza bilər. Crash qəzadır. Maşın qəzası keçirib, okey. Amma burada deyir was badly injured. And was badly injured. Injured nədir uşaqlar? Orada deyir ki, Zərər, Andy inciyib, amma Andy inciməyib də maşını. Yox, yox. Onu Injured. zərərlənmə. Injure, wound. Xəsarət almaq, yaralanmaq deməkdir. Woundla sinonimdir. İlk lüğətimizdə də var idi. Injure, wound. Xəsarət almaq, yaralanmaq. Yəni, indi çox pis yaralandı maşın qəzasında. Orada yaralanmayıb. Sadəcə nə deyir? Damaged my car deyir. Damaged my car. Maşınına zərər dəyib. Ona görə də maşın sözü sonra Beydə var, amma burada Brianın qardaşının maşınını təmir edirdi. Xeyr, biz görüşməmə səbəbləri Andy ilə bağlı idi və Andy deməli had some problems regarding his car. Regarding nə deməkdir? Əlaqəli deməkdir. Əlaqəli, bağlı. Maşını ilə bağlı bəzi problemləri var idi. Bəli, problem nə idi? Maşına zərər dəymişdi və onu satıb yeni birisini aldı və bu bir neçə həftəsini apardı. İkinci sualda why does Andy want to buy a new car? Burada deyir hansı suala cavab var. Andy niyə yeni maşın almaq istəyir? Elə incəki sualın cavabı idi. Niyə maşın almaq istəyir? Because she had an accident. Qəza keçirdi. Damaged his car. Maşınına zərər dəydi. Bu suala cavab var. Belə. Amma harada baş verməsi bu qəzanın, nə zaman olması haqda məlumat yoxdur. Sonra 3-ü də səhv etmisən, Vüsal. Müəllimə, mən 1, 3, 4, 5-i səhv eləmişəm. 2-ni yox. 2-ni dedim, bəlkə Deyirsən ki, başqası bir səhv edib. düzgün var deyirsən. Hə də, onu deyirəm də. Bir düzüm var da, dinləmədə. Deyirsən ki, 1, 3, 5-i səhv etmişsən, sonra deyirsən 1 düzün var. Deməli 2 düzün var da, 2 ilə 4. Nəysə, yaxşı 3-ə baxaq. A-da Brian was unaware of Andy's problem. Uşaqlar, aware of nə deməkdir? xəbərdar olmaq, agah olmaq. Bəli, xəbərdar olmaq, amma unaware of, yəni xəbərdar deyil idi Andy'nin problemlərindən. Amma bunun səbəbi tətildə olduğu üçün deyil. Orada Brian dedi, ha, why didn't you say to me? Bunu niyə mənə demədin? Yəni, Hə, o da ondan soruşur ki, sən deyir tətildəydin, elə bəli, bir şey bəli. deyir. Bunu niyə mənə demədin deyir. Yəni, səbəb odur ki, Andy ona deməyib prosta. B-də to be keen on nədir uşaqlar? To be keen on. İstək olmaq deyildi. Get rid of-un sinonim deyil. Bəli, to be eager to be willing to. Can atmırdı Andy'nin yeni maşınını sürməyə, amma ən axırda dedi, ha, birinci Brian da soruşdu ki, would you like me to come and drive you home? Mənim gəlməyimi səni evə, sənin maşını aparmaq istərdim. O da qızla razılaşır. O da deyir ki, I can't wait to drive in your car. Yeni maşın sürməyə, yəni səbirsizlənirəm. Can't wait, yəni səbirsizlənirəm. Deməli, amma burada deyir not keen on, can atmır sürməyə, əksinə. C-də a couple of months. It took and a couple of months yox, a couple of weeks. Orada qeyd etdi ki, it took me some weeks. Bir neçə həftəmi apardı yeni maşın seçməyim. Amma burada months deyir, ay deyir, ona görə səhvdir. Y-də də bayaq dedik reasonable, bayaq izahda da dedik ki, reasonable nə oldu uşaqlar? Cahil, ağıllı, dərrakəli. Ağla batan, İkinci mənasına nə dedim, amma burada o mənada deyil. uyğunsuz. Uyğun. Uyğun. Bəli, reasonable uyğun, unreasonable uyğun deyil idi. Price nədir? Qiymət. Maşının qiymətini uyğunsuz hesab edir. Xeyr, əksinə dedi ki, the price is okay for me. Qiymət mənim üçün uyğundur, okeydir. Ona görə səhvdir. Qaldı D variantı, bəli. Convenient, rahat. Andy'nin almağa qərar aldığı maşın daha rahatdır. Olduqca rahatdır. Dörddə də Dördə baxaq. dördə baxırdıq elə. Bax, Ada Andy bought a new car immediately. Immediately nə deməkdir? Təcilli, dərhal. Dərhal. Maşın qəzasını dərhal sonra aldı. Amma orada deyir axı it took me some weeks. Bir neçə həftəm apardı. Sonra B-də helped Andy in the choice of a new car. Brian kömək edib. Xeyr, Kömək etmədi amma. my parents are going to help me. Valideynlərim kömək edəcək deyir. Sonra and the car seller couldn't agree on the price. Orada razılaşa bilirlər amma. Bəli, razılaşmadılar, amma əksinə qız dedi axı qiymət mənim üçün okeydir, uyğundur.
Hı. Gedə də in your car buy credit card. O da demədi credit kartdan alacağım. Ailəm dedi kömək eləyəcək. Bəli, ailəm kömək edəcək. Eyni, hamısı eyni şeyə gəlir, nöqtəyə çıxır. Bəli, and this new car has already been taken in for service. Servisə artıq aparılıb. Orada Brian dedi, did you take it to check for engine? Yəni aparmısan yoxlatdırmağa. Qız da deyir, I did it yesterday. Bəli, bunu dünən etmişəm artıq. Deməli, bəli, artıq aparılıb. Aydındır? Bir də mənim convenient rahat idi. Bəli, rahatdır, uyğundur, əlverişlidir. Rahat, uyğun, əlverişli. Reasonable-lar əslində sinonim kimi gedir. Reasonable, convenient, suitable, uyğundular hamısı. Bir də 5-də də what did Brian offer to do? Nə etməyi təklif etdi? Ən axırda Brian, bax, would you like me to come and drive you home? Deməli, B, drive and this new car home. Ən axırıncı cümləsində oldu. İndi keçdik mətnə. Uşaqlar, surroundings nə deməkdir? Surroundings. Ətraf. Ətraf mühit. Ətraf Ətraf mühit. mühit. Aha, sinonimi. Ətraf mühit. Environment Yes. deyil. Environment. Environment. Obtain. Əldə etmək. Əldə etmək, düzdür. Sinonimləri nədir əldə etməyin? Onlar çox əvəz edici. Get var. Get. Get dedim. Get. Acquire. Hə. Acquire. Yes. Acquire. Get. Acquire. Sonra gain. Qazanmaq, əldə etmək. Receive. Receive da Almaq. almaq, əldə etmək. Then tent. Tent. Çadır. Çadır mənasına gəlir. Oy. Çadır. Bir etmək. Mən bunun lüğətini xatırlayıram. Keçən il yazmışdım. Çox üzr istəyirəm, bir saniyə. Çünki oradan dəqiqə qəbul, aprel, qəbul, fevral. Yox, yazmamışım biz. Növbəti dəfə yazanda bunu da yazıb göndərərəm. Çalışacağam. Ripe nə deməkdir? Sizcə? Ripe İpkəndir. İpkəndir. Yetişmiş. yetişmiş, düzdür. Ripe yetişmiş deməkdir. Unripe yetişməmiş. O, sən dediyin kəndi rope'dur. Rope Bəli. yazdım, Fərid. Homofon olduğu üçün mən qarışdırdım. Üzrlə səbəb edin. Yox. Rope üpdür. Ripe ama i ilə yazılan yetişmiş deməkdir. Escape from. Sözün üstə bax from. Escape from. Qaçış, xilas eləmək. Xilas etmək yox. Qaçıb xilas olmaq. Qurtulmaq. Qurtulmaq bir də nə ola bilər? Get rid of. Get rid of düzdür. And then hide burada. Hide əslində nədir feil kimi? Gizlətmək. Aha, sinonim nə idi feil kimi? Gizlənmək, gizlətmək. Conceal. John Jay yazılır. Conceal'dır. Gizlətmək, gizlənmək. Hide ama burada baxın. Buffalo hide. Buffalo fur, leather. Ot gedir. Leather nədir? Leather. Skin. Dəri. Dəri təz kimi Dəri. bilirəm. Dəri. Hide burada dəri kimidir. Fur'dır, leather'dır, hide'dır, bir də nə skin. Hamısı sinonimdir. Yəni dəri kimi getdi. Then, əslində burada fikir verirsən, çox çətin sözlər yox idi bu mətndə. Tribe nə deməkdir uşaqlar? Tribe. Boru. Qəbilə mənası da var. Tube. Qəbilə. Sən dediyin tube'dur. Qəbilə mənasını verir. Qəbilə tayfa düzdür. Tribe qəbilə tayfa deməkdir. Tube'dur boru olan. Prestigious. Prestigious. Prestijli. Prestijli. Respektli. Hörmətli, nüfuzlu. Bəli, prestijli, nüfuzlu mənası var. Okey, indi suallarınızı verin. 6.2. Məndə var ki, azdır mənim. 5 düz var. 6.2. The purpose of moving from place to place was to find more fertile lands. Fertile sözünü keçən dəfəki lüğətlərimizdə var idi qəbul. Məhsuldar mənasını verir. Məhsuldar. Məhsuldar, bərəkətli. Sinonimi nə idi bunun? Native Americans mətnində idi. Kəsdilər, doğradılar meşələri xatırlayırsınız.
Abla başlayırdı. Abundant. Hatırlayırsınız? Abundant. Abundant, fertile, fruitful, meyvəli, fruitful, bərəkətli. Deməli, bir yerdən digər yerə köçməyin purpose, məqsədi daha bərəkətli torpaqlar tapmaq idi. 6.2. Deməli, bu hissədə idi. Baxın, hardadır move from place to place. Bu hissədə. These people traveled. Orada burada travel deyir. Yəni gedirdilər, səyahət edirdilər. Orada move to deyir. Onlar səhv deyil. Köçürdülər, səyahət edirdilər. Following the animals. They heyvanları takip ederek they would hunt. They would hunt. Daha doğrusu ovlayacakları heyvanları izlemek için bir yerden diğer yere köçürdüler. Ve sonra ne diyor? Looked for ripe berries and fruits on the bushes and trees. Ve kollarda ve ağaçlarda meyveler ve gilə meyveler, yetişmiş gilə meyveler. Look for nədir uşaqlar? Axtarmaq. Axtarırdılar. Deməli, burada səbəb olaraq nə göstərir? Following animals they would hunt. Bir də ki, looking for berries and fruits on the bushes and trees. Deməli, onda bir dəqiqə. Burada nəticə çıxartmaqdır da, öje. Səhvdir də doğrudan. Səhvdir də. Burada doğrudan heyvanları izləmək. Mən çaşdım qaldım belə. Heyvanları izləmək üçün deyil. Bir də yetişmiş meyvələri axtarmaq üçün. Amma burada deyir ki, daha bərəkətli torpaqlar tapmaq üçün. Deməli, false-dur. Aydındır? Aydındır. Aha. Sonra Başa düşmədim mən. Mən başa düşmədim. Nə dediniz mənə? Və dediniz bərəkətlidir. Mətndə nə yazılmışdı? heç Vüsal, bax, anlamırsan mənasını. Bax, ardını oxuyursan. The purpose of moving from place to place to find more fertile lands. Xahiş edirəm, mənə diqqətli. Burada deyir move to find more fertile lands. Burada isə deyir ki, these people traveled from place to place. Burada o fikir demir, başqa şey deyir. Follow the animals deyir. Animals, heyvanları izləmək üçün deyir. Look for ripe berries and fruits, meyvələr axtarmaq üçün deyir. Amma burada başqa fikir deyir. Torpaqları tapmaq üçün deyir. Deməli səhvdir. Ardınca başqa fikir gəlib. Sonra uşaqlar neçə? 6.3-ə də baxa bilərik. Neçə? 9. Sən nə dedin Vüsal? Amma mən 6.3 6.4 mənim. 6.4 bu. Görürsən ekranı bu. Vüsal. Vüsal sən internet zəif işləyir ha. Həmişə zəif işləyir. Ona görə sən mən dediklərimi eşitmirsən. 6.4 dedim. Bunu baxıram. Buffalo hunting was accompanied by serious hazards. Bunu deyirsən də ha? Hə. Aha. Deməli, buffalo hunting was accompanied by serious hazards. Deməli, hazard nədir uşaqlar? Təhlükə. Təhlükədir. Aha, sinonimləri nə ola bilər hazard sözünün? Danger. Danger, başqa? Bir dənə də var idi. Peril, perilous. Peril təhlükə, perilous təhlükəli. Bir də ki, risk də ola bilər uşaqlar. Risk də ola bilər. Accompany nə deməkdir bəs? Accompany. Müşayiət etmək. Birlikdə getmək. Hə də müşayiət etmək, müşayiət. Deməli, öküzlərin oğurlamaqla ovlanması ciddi təhlükələrlə müşahidə edilirdi. Buffalo hunting olan cümləni tapırıq. Hardadır? Bu hissədə. There were also great dangers, including the buffalo hunt. Bəli, burada danger də görürəm, buffalo hunt da görürəm. Deməli, true'dur. Çünki deyir ki, çox böyük təhlükələr var idi. Deməli, öküzlərin ovlanması ilə yanaşı. Burada da deyir ki, deməli, serious hazards deyir. Orada danger'ı burada nə ilə əvəz edib? Hazardla əvəz edib. Deməli, doğrudur. Yəni, sən başa düşəcəyin dildən izah eləmək istirdim, Üstad. Çünki sənin söz ehtiyatın çox zəifdir. Baxıram orada prosta hazardır, sən bilməlisən ki, danger'dır. Orada danger da deyir, buffalo hunt da deyir, doğrudur. Prosta accompany burada deyir ki, müşayiət edilir ciddi şeylərlə, təhlükələrlə. Burada isə deyir ki, var idi, böyük təhlükələr. Deməli, kəllərin ovlanması ilə yanaşı.
Yəni başqa təhlükələr də var idi. 9-a qədər var səhv edən. Hardship nədir uşaqlar? Hardship. Hardship. Çətinlik. Çətinlik. Sinonimləri. Çətin sözü. Elə harda difficult. Difficulty. Saf da var mənim. Sonra nə var? Difficulty. Bir də Çok var. meydan Döv. oxuma var idi. Meydan oxuma, yarış. Challenge. Challenge. Yes, challenge. Həmçinin çətinlikdir. Benefit nədir? Benefit. Fayda, Uyğun, xeyir. daha Fayda, xeyir. Fayda. Fayda. Harmony. Uyğunluq. Bəli, Harmoniya, uyğunluq. uyğunluq. Harmoniya, ahəng. Shelter. Sığınacaq. Sığınacaq. 9-a Bu qədər. sığınacaq. Bəli. Hə, elə bir sual versən, Fəridə. Deməli 9-a baxaq. How did old native Canadian people spend time with younger ones? Sualı başa düşməliyik. Bax, bu sual sözü önəmlidir. Necə? E, yaşlı yerli Kanadalılar gənclərlə with younger ones necə vaxt keçirirdilər? Spend time native old native Canadian people sonluqdaydı. Mətnin son paragrafındaydı. Deməli, baxın bura. Listening old people'lardadır bu hissədə yalnız. Listening to the old tell stories, old people tell stories and legends from long ago. Bax burada young people deyil. The young people of the tribes, tribe qəbilənin gənc insanları necə vaxt keçirirdilər? Must have enjoyed a very pleasant lifestyle. Xoş həyat tərzindən zövq alırdılar. Sadalayır da gələni. Axırda da deyir ki, bir dəqiqə Ayşən qoşulsun. Ayşənin sualı idi, heç dinləmirdi. Ayşən, bir yaxdan çıxmışdın. Yəni üzülü sayın, məcbur qaldım, çıxdım, yenidən qoşuldum. Tamam. Sen dediğin sualı izah edeyim mi? How did old Bəli. native Canadian people spend time with their younger ones? Dedim ki, diqqətli olun suala necə? Qoca yerli Kanadalılar gəncləri necə vaxt keçirirdilər? Və o da son hissədə idi. Young people of the tribes, qəbilənin gənc insanları listen to the old people tell stories. Yaşlı insanların hekayələrinə qulaq asırdılar. Legends from long ago, uzun müddət əvvəl baş vermiş, yəni hekayələrinə və əfsanələrinə qulaq asırdılar. Deməli, tell stories and legends. Hardadır? Stories. Bax, they told stories describing the ancient times. Ancient, qədim zamanları təsvir edən hekayələrinə qulaq asırdılar. Sadəcə ancient times orada nə ilə verib? Legends from long ago. Long ago, yəni uzun müddət əvvəlki hekayələrə və əfsanələrə. Başa düşdün? Bəli. Tamam. Sonra bu mətndə kimin sualı var başqa? Sualı olan 7-yə baxa bilərik mən. Buffalo hunting. Baxırıq 7-yə. 7-yə baxırıq. Buffalo hunting and the wars between the tribes. Bu da bayaq sən verdiyin sualla əlaqəlidir. Qəbilələr arasındakı ovlanma və müharibələr. Hardadır bu wars and hunting? Ardını tamamlamalıyıq. Bu hissədəydi. Deməli, bax deyir ki, the winters were long and coldish. Burası önemli. There were sometimes wars between the tribes. Qəbilələr arasında bəzən müharibələr olardı. There were also great dangers including the buffalo hunt. Həmçinin bu öküz ovlanması kimi böyük təhlükələr də var idi. Deməli, müharibələr olardı. Sonra da deyir ki, bu ovlanma kimi böyük təhlükələr də var idi. Great dangers deyir. Deməli, bu cümləyə əsaslanaraq, bu iki cümləyə əsaslanaraq buradan nəticə çıxartmaq lazımdır. Çünki bu biraz söz tələb edir, başa düşmə tələb edir. Orada were some of the hardships of the time. Yəni hardship nədir? Çətinlik. Həmən vaxtın, yəni çətinliklərindən bəziləri idi. O müharibələr.
Bir dəqiqə. Hə, yəni dediyim kimi burada nəticə çıxarır. Çünki deyir ki, qış çox uzun idi, çox soyuq idi, müharibələr baş verərdi. Həmçinin bu kəllərin ovlanması kimi də böyük təhlükələr var idi. Bütün bunlar da nədir? Bütün bunlar çətinlik sayılırdı artıq. Danger, çətinlikdir. Həmin vaxtın some of the hardship çətinliklərindən biri idi. Həmin cümlədə Spanish explorers belə bir fikir yoxdur. Enable people to bu fikirlər də digər hissələrdədir. Yəni biz qısacası cümləni oxuyub o iki cümləni tapıb oradan nəticə çıxardırıq. Orada nə verilibsə ona uyğun cavabı tapmalıyıq. Çünki bu fikirlər var idi mətndə, amma digər hissələrdə idi uşaqlar. Mətnin digər hissələrində. Deməli onlar doğru ola bilmədi. Sonra neçənciyə baxaq? Yəni 11-in true false-larına baxa bilərik. Yəni birinci mətndə sual olan qaldı. Birinci mətndə. Yaxşı. Keçək ikinci mətnə. İkinci mətndə 11-in true false-larına 1, 2, 3. tamam baxıram. Resistant nədir uşaqlar? Resistant. Davamlı, Davamlı, dayanıqlı. Resist sözünün öz kökü nədir? Resist. Resist. dayanmaq olan. Müqavimət göstərmək. Göstərir. Aha, müqavimət göstərmək. Uşaqlar, dərs bitir, saniyələr qalıb atıram link. İstəmirəm ki, səsim yarımçıq kəsilsin. Atıram link.